neyse, siz nasılsınız? Axır ki bir alim ərə rast gəldim. Alim ər olmaq istəmirəm Nazilə xanım. Salamlar hər kəsə, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin, Fez Akademiyada Azərbaycan dil müəllimi. Bugün sizə çox maraqlı bir video izahla gəlmişəm. Filmlərdən, bizim keçmiş Azərbaycan filmlərindən görüntülər və oradan olan cümlələrlə təhlilə gəlmişik. Görək bu cümlələrdə biz nə axtaracağıq? Bizim cümləmiz belədir. Axır ki bir alim ərə rast gəldim cümləmizdir və bu cümlədə bizdən şərtində nə istəyir? Cümləsində neçə köməkçi nitq hissəsi işlənmişdir. Gəlin baxaq. Burada baxıram ki, axır ki bir alim ərə rast gəldim cümləsində buradakı axır ki modal sözdür. O səbəbdən ki, çoxları burada necə çaşa bilər? Bunu ki bağlayıcısı kimi ya da ədatı kimi düşünə bilər. Əsasən özdən sonra vergül olduğuna görə bağlayıcı kimi də düşünə bilər. Amma bu hissədəki axır ki nəticə ümumiləşdirmə bildirən modal sözdür. Məsələn, nəhayət bir alim ərə rast gəldimlə əvəz edə bilsən, sən bilirsən ki, axır kini xülasə, nəhayət, beləliklə, demək və s. kimi digər nəticə ümumiləşdirmə bildirən modal sözlərlə əvəz edə bilirsənsə, demək ki, burada nəticə bildirən modal söz işlənmişdir. Sonra bir alim ərə rast gəldim hissəsində isə bir burada çoxları yenə çaşa bilər, bir ədatı ilə qarışdıra bilər, amma bir burada saydır, yəni onun sayını bildirir. O səbəbdən biz sadəcə burada köməkçi nitq hissəmiz bir dənədir. O da axır ki modal sözü olmuş olacaq. İndi isə bizim arxa fonda səslənən bu musiqi ilə bağlı sizə bir sualım olacaq. Bu sualım isə şifahi sualdır. Gəlin bir qədər bu musiqini dinləyək və bu musiqini dinlədikdən sonra bir sualım olacaq. Göz qaralır, baş fırlanır, adam solur eşqdən. Gör dünyada nələr olur eşqdən. Mən də sərbəst bir adamam, yoldaşam qadınlara. Polat kimi ürəyim var, sevgi hara, mən hara. Adın nədir? Deyin görək, bu səslənən musiqi hansı Azərbaycan filmindəndir? Həmin Azərbaycan filminin adını rəy bölməsinə yazmağı unutmayın. Bizim videomuzun sonuna gəlmiş olduq. Sağ olun, sağlıqla qalın. Məhəmməd. Söz mü sözdür? Əlbət.